Tövbənin mənası budur ki, yəni mən bilirəm sən məni çox istəyirsən, mən nanköram. Allahın çox xoşu gəlir, biz onu ümid eləyək. Allah deyir, bir adam susuz səhrada suyunu itirər, həlak olar susuzluqdan, sonra suyu tapanda necə sevinərsə, tövbə eləyən bəndə, mənim qapıma gələndə tövbə üçün mən elə sevinirəm. Allah sevinir ki, sanki bizə ehtiyacı var. Keçən il bu sözü demişəm, o qədər mənə təsir elədi. Bizim alimlərimizdən birinin sözüdür. Çox təsirli bir sözdür. Amma başa sala bilsəm, nə başa düşdüyüm qədərini. Deyir, hamı bir-birinə deyir ki, fürsətdir ya, bu gecəni qənimət bil. Hamı bir-birinə tövsiyə eləyir. Deyir ki, fürsətdir, bu gecəni qənimət bil. Bağışlanmaq gecəsidir ya, əldən vermə bu gecəni. Deyim, mən bu sözü qəbul eləmirəm. Mən Allaha deyirəm ki, ilahi, fürsətdir ya, bu gecəni qənimət bil. Bilirsiniz, nə qədər məna var bu sözdə. Qənimət bil, mən o bəndələrindən deyirəm, amma hər gecə sənin qapıva gəlim. Bəlkə ildə bir dəfə qismət olur. Tutmusan məni, yaxşı yerdə tutmusan, day buraxma. Allaha deyir, bu gecəni qənimət bil. Çünki mən üz çevirsəm, day gəlmərəm. Buraxsam məni bu dəfə getdir düşmənivə tərəf, day qayıtmayacam. Elə danışır Allahla, məyər Allahın bizə ehtiyacı var ki, deyək bu gecəni qənimət bil, ehtiyacı yoxdur. Amma sən o Allah deyilsən ki, deyirsən ki, günahkarlar məndən üz çevirib gedənlər, kaş bilərdilər, necə arxalarıcan həsrətlə baxıram ki, mənə tərəf dönərdi. İndi dönmüşəm, qənimət bil. Mənim öz əlimdə deyil, mən nəfsimin əsiriyəm, məni buraxdın getmişəm, indi gəldiyim halda day qoyma, yanında saxla məni, qoyma day səndən ayrılım. Nə qədər olar, illər keçsin, mən gedim günaha tərəf, bir il günah bataqlığında boğulum, sən yenə qapını açasan, yenə gəlim, bağışlayasan, yenə gedim. Özüm öz əlimdən yorulmuşam, nə vaxta qədər bu davam eləyəcək? Vallahi əli boş gəlmişik. Heç kəs namazın, orucun əlinə götürüb gəlməsin Allahın qapısına. Əlimiz boş gəlmişik. Ən yaxşı Allah qapısına gəlmək, əli boş gəlməkdir. 10-cu dərəcə, imanın 10-cu səviyyəsinə qalxmış Salmanın kəfəninə yazır ki, Həzrət Əli, Salmandan o yana səhabə yoxdur. Səhabələrin günəşidir, ən parlaq şəxsiyyətidir. Onun kəfəninə yazır ki, səndən soruşsalar, niyə əli boş gəlmirsən? Denən ki, mən kərim adam, kərim şəxsə qonaq gəlmişəm. Ən yaxşı gəlmək, əli boş gəlməkdir. Nə badə, hansısa ibadət üzü Allaha göstərəsiniz ki, mən bunları eləmişəm. Heç nə eləməmişik. Biz gərək tutduğumuz orucdan tövbə eləyək, qıldığımız namazdan üzr istəyək 100 dəfə ki, bax bizim qıldığımız namaz budur. Biz əli boş gəlmişik Allahın qapısına. Ata və oğul səfərə getmişdi. Yolda ata dünyasını dəyişdi. Ata dünyasını dəyişdi. Oğul qalıb avara, susuz səhrada, çöllü biyabanlıqda. Ata ölüb, oğul bilmir neynəsin. Nə yuya bilir, nə kəfən eləyə bilir, nə namazın qıla bilir. Qaçır o yan bir yana ağlayır. Birdən bir çoban keçir. Çoban deyir, ay cavan, nə olub sənə, niyə narahatsan? Deyir, heç nə, başıma müsibət gəlib, atam dünyasını dəyişib, bir adam yoxdur, nə namazın qıla bilirəm, nə kəfən eləyə bilirəm, nə qusul eləyə bilirəm, heç nə qalmışam aciz. Bu kənddə ətrafda bir adam var, din bilsin, gəlsin, bunun şəriət qaydası ilə dəfn eləsin. Deyir, yox, heç kəs yoxdur, avam adamlardır. Ən çox bilənləri mənəm. Ən çox bilənləri mənəm. Mənə müraciət edirlər. Deyir, yaxşı, onu da dəfn eləyir. Deyir, onsuz da biz torpaq, su tapa bilməyəcəyik burada. Bunu da kəndə apara bilməyəcəyik. Gəl bunu təəmmüm eləyək. Burada meyd namazını qılın, bastıraq. Deyir, dayanır namaz qılmağa, oğul da arxada dayanır. Deyir, elə bunun 5 dənə təkbirini eşidir. Təkbir deyir, arada nə deyir, heç başa düşmür. Bu çoban namaz qılır o meydə. Eşitmir, başa düşmür nə deyir. Atasını dəfn edirlər, oğul deyir, qalacam bu gecə yanında. Sən günahkar adam olmuşsan, çox günahkar olmuşsan, bilirəm. Bu gecə səni burada qəbirdə tənha qoymaq istəmirəm. Yanında qalacam, dua eləyəcəm. Uzanır, yatır, yuxusuna atası gəlir. Görür ki, əcəb neymət içindədir, axirət aləmində. Əcəb gözəlliklər içindədir. Deyir, ata, bu nə neymətlərdir? Sən axı məncə buna layiq deyildin. Sən günahkar bir insan idin.
Deyir ki, o çobanın namazı mənə nicat verdi. Səhər durur, çobana deyir ki, sən namaz qılanda nə demisən ki, Allah sənin sözündən bunu bağışladı? Deyir ki, heç nə, mən çox dua zat bilmirəm, o qədər də savadım yoxdur. Allaha dedim ki, ilahi bu ölməsəydi, bu gecə mənə qonaq gəlsəydi, onu özümə layiq qarşılayardım. Qoyun kəsərdim, kebab pişirərdim, yemək verərdim, layiqli qarşılayardım. İndi belə oldu ki, dünyasını dəyişdi, sənə qonaq oldu. İndi sənə qonaq oldu. İndi bax da özün öz adıva layiq qarşıla qonaq ol. Öz adıva layiq qarşıla. Sən də aləmlərin Rəbbi olan Allahsan, Ərhəmər-Rahiminsən. Mən çoban qonağıma bu qədər hörmət edirəmsə, sən Allah özün bax. Allahın bu sözdən xoşu gəlir. Bu sözdən xoşu gəlib, bu duaya onu bağışlayıb. Allaha necə ümid eləsən, elə davranacaq. Bu hədisi mən hər il deyəsən danışmışam. Təzə söz danışmağın zamanı deyil, burada biz dərs keçmirik ki. Biz gəlmişik Allahla münacat eləyək. Bəzi o dastanlar var ki, adama xüsusi təsir eləyir. Yatmış o vicdanlarımı istəyirəm, oyansın bu gecə. İmam Sadiq əleyhissalam buyurur ki, elə ki cənnət əhli getdi cənnətə, cəhənnəm əhli getdi cəhənnəmə. Elə ki bölündü. Bəzi adamlar qalıb ortalıqda, Allah deyər birinə ki, bunu aparın cəhənnəmə. Bizim kimi günahkar birinə. Əlindən tutub mələklər apararlar cəhənnəmə. Deyir, bunu cəhənnəmə aparanda bu heç önar arxaya baxar. Adam onları bir söz demək istəyir arxaya. Gedə-gedə başını aşağı salıb gedir, arada dayanıb arxaya baxar. Allah deyər, saxlayın, deyəsən sözü var. Mənim bəndəm, elə bil sözüm var. Deyir, Allaha deyər, fəyəqul, ya Rabbi, mə kənə zənni bik. Deyir, ilahim, mən heç belə güman eləməzdim, mən gözləməzdim məni cəhənnəmə aparasan. Mən başqa gözləntidəydim. Mən gözləməzdim ki, belə davranasan mənimlə, məni aparsınlar odun içinə. Düzdür, mən günahkar idim, kafir ki deyildim. Mən günahkar idim, amma sənə kafir deyildim. Allah soruşar, abdi, mə kənə zənnükə bi, mənim bəndəm, bəs mənə gümanın nə idi? Bunu gözləməzdim, bə nə gözləyirdin? Nə gözləyirdin? Fəyəqul, ya Rabbi, kənə zənni bikə ən təğfirəli xətiyyəti və təskununi cənnətək. Mən gözləyirdim ki, sən mənim günahlarımı bağışlayıb məni cənnətə aparasan. Mən səni belə Allah bilirdim. İndi qulaq asın. Qulaq asın. Allahı istəyirəm, az da olsa bu gecə tanıyaq. Allah deyər, mənim mələklərim, and olsun izzətimə, cəlalıma, məqamıma, əzəmətimə. And olsun mənim cəlalıma, məqamımın böyülüyünə ki, mənim bəndəm yalan deyir. O dünyada yaşayanda bircə dəqiqə, bir an mənə bu gümanda olsaydı ki, mən onu bağışlayacağam, onu indi cəhənnəm odu ilə qorxutmazdım. Amma buna baxmayaraq, indi ki yalan danışdı, buradakı yalanını da bağışladın. İndi ki ümidləndi, deyir, mənim səndən gözlədiyim başqaydı, o gözlədiyinə görə şahid olun, bağışladın. Belə Allaha günah eləyərlər, nə qədər gözəlsən sən, nə qədər yaxşısan sən, nə qədər rəhimlisən sən və nə qədər pisik biz. Nə qədər nalayiqik biz. Sən nə qədər rəhimlisən, sən nə qədər mərhəmətlisən, sən nə gözəl Allahsan və nə pis bəndəyik biz. Sən heç kəsə qapından əli boş qaytarmırsan. Necə ümid eləsən, elə davranacaq. Canım fəda olsun, bu gecə başı zərbətlənən Əli ibn Əbi Talib əleyhissalama Kumeyl duasında nə gözəl sözlər deyir Allaha. İrhəm mən rəsə malihir rəca. Deyir, ilahi, o kəsə rəhm elə ki, malik olduğu ən böyük şey ümididir, ümidindən başqa heç nəyi yoxdur. Kim belə bəyan eləyə bilər sözü bu gözəllikdə? O kəsə rəhm elə ki, nəyi varsa ümididir, ümidindən başqa heç nəyi yoxdur. Sənə ibadət eləyən üzləri yandıracaqsan, Allaha deyir.
Sənin təklifi təsdiq eləyən qəlbləri yandıracaqsan. Bu üz ki sənə səcdə eləyib, onu cəhənnəmə atacaqsan. Heyhat, heyhat, mümkün deyil. Ma hakəzə zənnubik. Bu sənə yaraşmaz, sən belə eləməzsən. Və silahuhul buka. Deyir, o kəsə rəhm elə ki, onun silahı göz yaşlarıdır, ağlamağıdır. Silahı ağlamağıdır. Səni təhdid eləyirəm, bilirəm nə qədər rəhimlisən, deyirəm, ilahi bağışlama, sonra ağlayacam. Allah deyir, ağlama mənim bəndəm, bağışladın, tək narahat olma. Ya səri'ər rıza, ya səri'ər rıza, ey tez bağışlayan, ey tez razı olan, ey tez razı olan. Fürsət gözləyirsən ki, biz gələk bağışlayasan. Bəs bir saatdır Kumelini oxuyursan, ya Əli ibn Əbi Talib. Ona görə ki, bəndəlik ədəbi bunu tələb edir. Yoxsa bağışlanmaq üçün bir saat yalvarmaq lazım deyil. Mənim yəqinim var, Allaha and olsun deyirəm. Mənim yəqinim var ki, evvüzdən çıxıb bura gəlirdiniz. Evdən çıxıb bura gələndə yolda bağışlayıb Allah. Mən Allahı belə tanımışam. Mən Allahı belə tanımışam. Mələklərə deyib, gül səpin, nur səpin bunun yollarına, bəndəm mənə tərəf gəlir. Möhtəşəm hadisədir. Məndən qaçan bəndəm mənə tərəf dönür. Gedin onu qarşılayın, gedin ona müjdə verin, bağışlanmaq müjdəsi verin. Evdən çıxandan bağışlayıb, bura gələndən, daxil olandan bağışlayıb. Bəlkə də Quranı başımıza qoyanda göydən nida gəlir, götür Quranı, bəsdi yalvardın, bəsdi mələkləri ağlatdın, hamınızı bağışladın. Bu ümidlə gedək Allahın qapısına. Əleyhissalam deyir, İrham zəfə bədəni, ilahi bədənimin zəifliyinə rəhm elə. Bədənimin dözümü yoxdur cəhənnəmdə yanmağa. İrham zəfə bədəni. Allah götürər bu sözü. Allahın ürəyi gələr yandırmağa belə adamı. Musa aleyhissalam ağlaya-ağlaya Allaha dedi, ilahi elə bir şey gətirmişəm ki, səndə yoxdur. Düzdür, sənin rəhmət xəzinən genişdir, amma mən elə şey gətirmişəm. Mənim qədalıq boxçamda da bir şey var ki, o səndə yoxdur. Dedi, Musa, nə gətirmişsən ki, məndə yoxdur? Dedi, mən sınıq qəlb gətirmişəm, göz yaşı gətirmişəm. Mənim də sərvətim budur. Mən də buna ümid eləyib gəlmişəm. Günahkar ölmüşdü, meydini atmışdılar. Demişdilər, buna namaz qılmayacaq. Bədəni qalıb çürüyirdi. Allah Peyğəmbərinə vəhy eləyir. Mənim Peyğəmbərim, get özün namazını qıl, apar salihlər qəbristanında bastır. İlahi, bu günahkarı, anası bundan qaçır. Hamı bundan üst çevirib. Sən bunu bağışlamısan, necə bağışladın? Deyir, mənim bəndəm ölüm yatağında ağlaya-ağlaya deyirdi, ya mən ləhud dünya vəl-axirə. İrhəm mən leysə ləhud dünya vəl-axirə. Ey dünyanın, axirətin sahibi, rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti.